Diqqət eləyin ki, sonra başınız ağrımasın. Mən şəxsən çox diqqət eləyirəm, çox. Ay dostlar, yazırsınız belə verilişlər bağlanmalıdır. Vallahi sizin özünüzün xoşunuza gəlir. Billah bax, bu dəqiqə burada bir mahnıdan danışım. Baxış düşəcək 500-ə. Burada Karvadın davasından danışım. Ay aman, 10 minə qalxacaqsınız, 50 minə qalxacaqsınız. Yəni gəlin təsdiqləyək ki, sizin özünüz də maraqlısınız. Siz özünüz də az aşın duzu deyilsiniz. Yəni bəzi izləyicilər, hamını demirəm, əksəriyyəti. Bizim ümumiyyətlə canımızda da elə bilin ki, əksəriyyətimizin ki, söz-söhbət ola belə maraqla qulaq asaq. Mən şəxsən özüm də xoşlayıram, özümdən danışım. Söz-söhbəti xoşlayıram, iki arvad dalaşa baxam. Kişilərin davasını bəyənmirəm, qorxuram. Amma iki arvad dalaşa, daşı saç yolduya çıxa, elə xoşuma gəlir baxam. Ləzzət eləyir. Bu arada bizim efirə uyğun olmayan Nigar adlı adı qadın özü, qadın adına ləkə biri var, onu attım bloka, lazım deyil bizə. Görürsünüz, moderatorsuz. Ailə, mən heç kimin ölüsünə söyməmişəm, yalandan burada şayə yazmayın. Nə tökərsən aşına, o da çıxar qaşığına. Kim məni söydürübsə, söydürən adama təsir əks təsirə bərabərdir. Əlbəttə, səni niyə söymürəm? Yəni, döymə taxta qapımı, döyməyim dəmir qapını. Məsələ budur, yəni. Afət xanım, salam. Davanı xoşlayıram, yazırlar. İki arvad dalaşa baxın. Afət xanım, bir kişinin iki arvadı dalaşan, bir kişinin iki arvadı cümləsi yoxdur canım. Bir kişinin bir arvadı olur. İkinci nə adlanır, onu sizə keçən verilişlərimizdə izah etmişəm. Rusiyada nə adlanır, Türkiyədə adına nə deyirlər, Azərbaycanda nə deyirlər. O arvadı deyil, o bildizdə hansı anlamdadır. Ona görə də yox, gönüz adda deyil, boş söhbətlərdir. Biz hüquqi dövlətdə yaşayırıq. Əxlaqsız adamların özünə təsəlli cümlələrdir. Onlar sizə demirəm. Yəni o elə şey yoxdur. Özünə hörmət qoyan qadın o adı üzərinə götürməz. Kişiyə deməlidir, get boşan, gəl evlənək. Özü bilər. Subay deyil, səni istəyir, getsin boşansın. Boşanmış vəziyyətdə, boşanmış kağızı ilə gəlsin, səni zaqsa salsın, olsun ər arvad. Düzdür, sizdən yoxdur. Çox sağ olun. Oldu mənim əzizlərim. Düşün biraz gəzim. Qar elə yağır, elə yağır. Görüm necədir hava. Gəlin bir yerdə. Mən sizi çox istədiyimdən. Ay aman, bu səsi eşidəndə də. Baxırsınız. Ay aman. Bu vaxt çölə. Ay o vaxtı çox soyuqdur. Dəhşətdir, dəhşət. Və burada bir 8 kurup gəzsəm. Çıxıram, gedirəm. Dı. Dəhşətdir, dəhşət. Mənfi 15-20 var. Yox, mən niyə darıxım ki canım? Planımı qurmuşam. Mahnımın bugün birini svideniya hazırlamışıq. Sabaha klipimizi hazır eləyirik. Ondan sonra niyə köçdüm ora? Ailə qurdum, köçdüm canım mənim. Mənim üçün fərq yoxdur. Mən Bakıda yaşayanda da, toy olmayanda evdən çıxmırdım. Qonşularım bilir. Hətta mən mağazaya zəng elirdim, çörək almağa da düşmürdüm. Bazarlarımı gətirirdilər evə. İndi niyə köçdün deyən adamlara və yaxud digərlərinə bildirirəm ki, sizdə məsələn də ailə quranda ər arvadın yanına gəlir, yoxsa arvad ərin yanına? Yazın görüm canım mənim. Mənim yaxınım yoxdur Azərbaycanda, heç kimim yoxdur. Qohum zat, mən qohumgilə gedən deyildim. Yəni mənim toyum başlayanda axşamüstü qohumların işi qutarıb evə gəlib istirahət vaxtları idi. Yəni toylarda zadda görərdik. Biz elə bizim qohumlarla belə çox get-gəlimiz olmayıb. Çünki hamı iş adamıdır, boş adam yoxdur. Özdə ana, ata öləndən sonra da ata və ana qohumları ilə soyuqluq yaranır. Belə dava səbəbindən yox, küsüllük yox. Sadəcə olaraq biraz belə uzaqlaşma yaranır da. Sən ki elə bil ki, heç belə qohumun olmuyor.